Demosfen. Qədim Yunanistanda natiqlik sənəti çox dəbdə idi. Dərin biliklərə və gözəl danışma bacarığına malik olan natiqlər meydanlarda cəmaatın qarşısında saatlarla çıxış edir, onların rəğbətini qazanırdılar. Belə məşhur natiqlərdən biri də Demosfen olmuşdu. Arıq, cılız və fiziki cəhətdən zəif olan Demosfen uşaqlıqdan r səsini tələffüz edə bilmirdi. Tez-tez kəkələdiyinə görə onun dediklərini anlamaq çətin olurdu. Demosfen danışarkən çox həyəcanlanır, tez-tez çiynini atır, şax dayana bilmirdi. Bütün bu qüsurlara baxmayaraq, gənc Demosfen natiqlik sənəti ilə məşğul olmağa qərar verir. O, gözəl və mənalı bir mətn hazırlayır. Nitq söyləmək üçün kütlə qarşısına çıxır. Lakin onun xalq qarşısında ilk çıxışı uğursuzluqla nəticələnir. Cəmaatın səs-küyü, gülüşü onun zəif səsini batırır. İşi belə görən Demosfen xəcalətindən plaşı ilə üzünü örtərək meydanı tərk edir. Hər bir işini təhlil etməyi bacaran Demosfen anlayır ki, kütləni ələ almaq üçün yalnız mətnin maraqlı olması azdır. Yaxşı natiq, intonasiya ilə danışmağı, səs tonunu tənzimləməyi, jest və mimikadan yerli-yerində istifadə etməyi bacarmalıdır. Demosfen qüsurlarını aradan qaldırmaq üçün fəaliyyətə başlayır. O, diksiyasını düzəltmək üçün hər gün dəniz sahilinə gedir. Ağzına xırda daşlar dolduraraq yüksək səslə danışmağa çalışır. Nəhayət buna nail olur. Artıq Demosfen elə ucadan danışırdı ki, dənizin güclü dalğalarının səsi onun səsini batıra bilmirdi. İradəli gənc çiynini atmağı tərk etmək üçün tavandan bir qılınc asmışdı. Danışanda qılıncın altında dayanırdı. Çiynini atanda qılınc onu yaralayırdı. Beləcə o bu vərdişini də tərk edir. Nəhayət gənc natiq öz bədənini və səsini mükəmməl şəkildə idarə etməyi öyrənir. Xalq artıq Demosfenin çıxışlarını böyük coşqu ilə qarşılayırdı. Beləliklə, Demosfen nəinki Yunanistanda, hətta bütün dünyada ən mahir natiq kimi yaddaşlara həkk olundu.